Dedim bəxtim gətirdi, şükür olsun Allaha. Suyumun qabağını kəsibdi, yetdi başdı əcdaha. Yetdi qaynım olmaqdansa, yetdi düşmənim olsun. Səni mənə versələr, dünyalar mənim olsun. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Səni mənə versələr. Şef, bir dəqiqə mənə qulaq asında zəhmət olmasa. Neçə saat sizi burada gözləyirəm? Mən sənə sözümü demədim Talih. Artıq söz lazım deyil. Mən vallahi sizə yalan danışmıram. Siz necə dedinizsə mən elə hazırladım. Yəqin başqa nədənsə bu hadisə gəlibdi onun başına. Mən sizi heç utandıracaq heç bir hərəkət eləmərəm axı. Talih, fakt ortadadır, analiz verilib, zəhərlənibdir. Boş-boş şeylərlə mənim vaxtımı alma. Xahiş edirəm, mən sizə deyirəm ki, mən sizi utandıracaq heç şey eləmərəm. Mənə inanın da, mənə inanın. Qardaş, sənə sözümü dedim mən. Bir də bu məsələyə görə məni narahat eləmə. Qutardı. Bir də gözümü görünmə. Gözle. Yavaş. Gözle Patruşka. Ay Allah. Eli kurulmuşlar. Vicdansızlar. Ne olub, ay Xəzər? Ay qız, buna kim bu hala salıb? Bilmirəm mama, bilmirəm. Xəzər, Yaxşıyam, rahat ol. səni bu hala salanın Ay Allah. əlləri qurusun, qolları Səlim qurusun. qalmışlar. Yavaş, 100% o qardaşların işidir. Uzan. Gözle. Hara getdin ay qız? Ay Xəzər, kim eləyib bunu? Narahat olma, yaxşıyam. Nəyə narahat olmayayım be, deyir narahat olma. Elə bir sevgi bilmirlər nədir, əlləri qurmuşlar. Dedim 100% o qardaşların Vicdansızlar. işidir. Başımıza daş düşsün elə. Uşağım sizə yaxşılıqdan başqa nə pislik eləyib ki, daş salıb başımıza. Ama yaxşı elə danışma. Yavaş. Vicdansızlar. Buna bax, gör necə vurur. Daş başımıza. Ay Allah. Eyb yoxdur, biraz vaxt keçsin, indi hamımız əsəbiyik. Oturub danışıb həll eləyərik sakit. Gör necə vurublar, Ay Allah. Yaxşı, sakit ol. Başqaran ağrıyır. Narahat olma, yaxşıyam. Dən gedim su gətirim sənə. Alo. Bu mənə göndərdiyin nömrə var idi ya. O dəqiq Xəzərin yeznəsinin nömrəsidir, hə? Hə, lap yaxşı. Oldu. Sağ ol. Xəzər. İndi görəcəksən adam biabr eləmək necə olur. Əhməd kişi.
Şahnaz xanım, Bəli, Şahnaz xanım. gecənin vaxtı nə lazımdır? Siz niyə bizə gün verib işıq vermirsiniz? Niyə qoymursunuz evimizdə rahat oturaq? Başa düşmədim, nə olub ki? Oğlanların Xəzəri döyüblər. Şu ola bilməz, sən nə danışırsan? Ay kişi necə ola bilməz? Qız yolda götürüb gətirib evə. Öz başına alıqdır. Vallahi mənim xəbərim yoxdur. Necə? Ay qardaş, sən nə danışırsan? Mən ağ bir çək qadın durub sənə yalan danışacağam. Ha? Özünə necə sənin xəbərin yoxdur? Allah bilir, bəlkə özünü örgədib göndərmisən. Hə, yaxşı da, Şahnaz xanım, sən nə danışırsan? Sən bilirsən ki, mən elə şey eləyən deyirəm. Əgər mənim oğlanlarımın günahı varsa, deməli sənin də oğlunun günahı var ki, onu döyüblər də. Ha, onu düz deyirsən, onu düz deyirsən. Mənim oğlumun günahı ondadır ki, sənin qızını sevib. Amma saf, təmiz məhəbbətlə sevib. Da alıb aldatmaq yolu ilə yox. Ne temiz məhəbbət, qələt eləyim mənim qızımı sevir o. O da sifarişləndir, qızı sevmək. Bilirsən nə var? Oğlanlarıma de ki, mənim uşağım yiyəsiz deyil. Bu dəfə Nazlıya görə keçirəm. İşdir şayətən bir də sənin oğlanlarımın əli mənim oğluma dəysə, onda məndən yox, özünüzdən inciyin. Sizi polisə verəcəm, eşitdiniz? Elə bil dünya öz başınadır. Hayatım onu. Bu uşaqlar da dinc oturmur da. Mən sənə demədim ha? Mənim mütədim olmadan bir hərəkət eləməyin. Ne olub Ayta? Hani Yaşar? Hani ömürsülər? Ne olub Ayta? Ne bir? Ne oldu Əhməd Fazıl, niyə qışqırırsan? Ne olub indi istə deyərəm ne olub? Neyləmiş axı? Deyin görüm Xəzəri kim döyüb? Siz mənim Xəzəri kim döyüb? Xəzər döyüb. Ay kim döyüb Xəzəri? Mən döymüşəm. Sən? Mən döymüşəm ata. Bərəkallah. Mən bunu heç sizdən gözləməzdim. Mən sizi ağsaqqal bilirdim. Elə bilirdim siz əksinə cəmaatı sakitləşdirirsiniz. Əksinə qızışdırırsınız. Bu nədir ha? Hayat o alçaq. O alçağın ne elədiyi mən səndən yaxşı bilirəm. Buna görə adam döyürlər. Bəlkə öldürədiniz. Bəlkə qan dökədiniz. Yaxşı da yaxşı. Ata ne oldu? Su gətir, su. Su, ata. Təzyiqin qalxdı. Ata, bəlkə dərmanı gətirim, hə? Ay qız, sənin dərman zalın lazım deyil. Cəhənnəm ol otağı var. İndi səni salacağım təpimin altına. Yeri. Həkimə zəng elə, həkimə zəng elə. Bu vaxt həkim gələr, yəni. Biraz özbəli al da sən də. Alo. Doktor. Atamın yenə vəziyyəti pisləşdi. Gəl də bizə. Gəl, ha. Naskısını Su, nə oldu ye? Naskısını çıxart. Çıxar, qutdan Naskısını çıxart, o bir tane çıxart. O xala nəbzini tuta ki. Çıxart naskıları, ikisini də. Nə vicdansızlıqdır. Mən bunlara inanmışam, etibar eləmişəm. Bunların da mənim başım açdıq oyuna baxıyor. Erşan! Erşan! Tez bura gəl. Buyur şef, mən çağırmışsın. Heç utanırsan da. Ha? Başa düşmədim. Nə eləmişəm ki? Nəyə başa düşmədin? Taleyin yeməyin içinə nə zəhər qatmışsan, ha? Mən heç nə qatıb eləməmişəm. Yalan danışma, alçaq. Hər şey kamerada var, Kamera? Elə bilirsən mətbəxdə kamera yoxdur, ha? Ha? Bütün elədiklərin hamısı bircə-bircə düşüb ora. Talih çıxır, çıxan kimi də ardınca gəlib onun yeməyin içinə nə satırsan? Mən izah eləyə bilərəm. Nə izah eləyəcəksən, hə mənə, ha? Nə izah eləyəcəksən? Heç utanırsan. İki kişisən, hə? Ayıbdır. İnsanların həyatından oynamaq bir cinayət. Üstəlik, onlara şər atmaq da başqa bir ayıbdır. İki kişisən, hə? Kişi bu cür hərəkət eləməz. Talib bura gələn gündən onsuz da sənin onu görməyə gözün yoxdur. Elə bilirsən, xəbərim yoxdur bunların hamısından. Kişi gərək, kişi kimi işləyər. Kişi kimi qazana, kişi kimi də ölə. Mən istəməzdim belə olsun. Nə istəməzdin, ha? Sənin ucbatından o boyda kişi az qala ölmüş deyə. Mən də araşdırmadan Talihin günahına girmişəm.
Mənə bir dəqiqə verin, mən hər şeyi detayla sizə izah edeyim. Nəyi izah eləyəcəksən mənə? Elşən, nəyi izah eləyəcəksən mənə? Talih saf bir uşaqdır. Səhərə qədər mənlə danışıb, məni inandırmağa çalışıb ki, ay müəllim, valla aç o kameranı bax, mən heç bir şey eləməmişəm, mənim günahım yoxdur. Yaxşı-yaxşıdan baxdım, yoxsa yazığın haqqına girəcəkdim. İşdən azadsan, rədd ol gözüm səni görməsin. Şef, başa düşürəm. Günah məndədir, amma mənim bu işə ehtiyacım var. Xahiş edirəm, eləməyin. Mənə sənin kimi işçi lazım deyil. Bu günlərim Talihin başına açdığın oyunu sabah başqasının yeri gəlsə mənim də başıma açacaqsan. Rədd ol gözüm səni görməsin. İtil buradan. Xəzər, gəl bir luxmu çörək yeyirsən. Yox, istəmirəm. Ay bala, niyə belə eləyirsən? Gün-gündən özü üzürsən, pis günə qoyursan. Səni başa düşürəm. Sevgi, o, bu. Mama, xahiş edirəm. Yenə dalaşmayaq da mama. Amma mən istəyirəm. Xəzər, sənə qurban olum. Nə olar, çıxaq gedək də buradan. O qızı sənə onsuz da verməyəcəklər. Verəcəklər mama. Gec ya da tez verəcəklər, başa düşürsən? Bu söhbətin axırı ölüm də olsa, Nazlı mənim olacaq. Bunu başa düş. Hara gedirsən? Qurban olaram sənə. Bayra çıxma, nə olar, yalvarıram Xəzər. Mama, xahiş edirəm, çəkil də qabağımdan. Bax, dalaşmayaq da yenə. Ay Xəzər. Nə olub be? Ana otur. Ay Allah, sənə qurban olum. Sən özün mənim balamı qoru. Otur sakitləş. Ay qızım. Siz uşaqsınız, başa düşmürsünüz. Bu işin axırı yaxşı olmayacaq. Onu öldürəcəklər. O ya Sənanın ya da qardaşlarının əlində qalacaq. İnşallah yaxşı olar ana, elə demə. Yaxşı, sakitləş, sakitləş. Hay Allah. Nə olur? Sevda, bu nə əxlaqsızlıqdır? Minovkadan çıxmaq üçün çıxıb getmisən, hə? Hara gedirsən ay mama? İşim var. Bax gör bacın da haqqalardan çıxır. Mən günahkar çıxardıb evdən getməklə deyil. Bu nədir? Deməli başqa dərdi var imiş də bunun. Sevda, bu nə şəkillərdə, hə? Necəyəm bilmirsən? Yandaş adamın kim olduğunu bilmirsən sən? Allah and olsun bilmirəm. Yolda qabağımı kəsdi, məcbur qucaqladı, mən də itələdim, qaçdım. Birinci marketə gəlmişdi, gic-gic danışdı, mən də üz vermədim. Sonra da evə gələndə qabağımı kəsdi. Tanımıram, Allah haqqı tanımıram. Yaxşı, narahat olma, ağlama. Mən o süd xarabın kim olduğunu tapacam. Mən sənə inanıram, Sevda. Orxan, salam, necəsən?
Mirzə, bəs deyirdin ki, kəndin ağsaqqalıyam. Heç kim mənim sözümü yerə salmaz. Mən də sənə arxayın oldum. Gördün? Gör qəzəb onların gözünü necə tutub ki, sənin də sözünü yerə saldılar. Narahat olma. Həll eləyəcəm. Amma mən deyirəm ki, bu işin axırı yaxşı olmayacaq. Qan tökülməsə yaxşıdır. Xəzərə görə qorxuram. Dünən də uşağımı pis günə qoydular. Kömək elə, ay Mirzə. Hə, Sevda? Biraz sakit ol qızım, sakit ol, nə olur? Yaxşı, yaxşı, gəlirəm, narahat olma, gəlirəm. Nə olub şanası? Salamatlıqdır? Sevdadır, zəng eləyib ki, ana, tez gəl evə. Mənə də bir xəbər eləyərsən. Yaxşı. Hə, Talih, gəl. Gəl, xoş gəlməsin. Mənə çağırmısınız. Talih, bağışla, sənin haqqına girmişəm. Kamera görüntülərini araşdırdım, sənin heç bir günahın yoxdur. Mən sizə dedim, axı mənim heç bir günahım yoxdur. Bilirəm, başa düşürəm. Səhv eləmişəm, boynuma alıram. Amma sən də bağışla da, qayıt gəl işin üstünə. Şükür ki, hər şey aydın oldu, hər şey bilindi, amma mən qayıda bilmərəm. Niyə? Axı mən səndən üzr istədim. Üzr istədiniz? Hə. Sizin mən o gün elədikləriniz yadınızdadır. Yaxşıdır. Mən nələr dediniz? Mənə alçatdınız. Mən deməsəydim, kamera görüntülərini açıb baxmırdınız heç. Mən deməsəydim, kamera yadınıza düşmüş ki, burada kamera var, mətbəxdə kamera var, mən açıb ona baxa bilərəm. Talih, qulaq as da, qayıt gəl işinin başına. Bilirəm, səhv elədim, səhv məndədir, haqqına girmişəm sənin. Amma xahiş edirəm, gəl bundan sonra davam eləyək yenə. Mən sizdən üzr istəyirəm. Mən belə bir komanda ilə, belə bir vəziyyətdə işləmək istəmirəm. Sağ olun. Talih, qulaq as. Əhməd! 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 Mirzə, Niyə gəldimi yəqin bilirsiniz. belə də təxmini hiss eləyirəm. Biz kişi kimi axı söz danışdıq. Görmüşük kişi də sözün üstündə dayanar. Hə, görmüşük, düz deyirsən. Kişi sözün üstündə dayanır. Dayanmayanda da cəzasını çəkər. Kim ki kişi kimi hərəkət eləmir, cəzasını çəkməlidir. İndi siz cəzasını çəkməlisiniz, hə? Yox, sənin gülmə şəkər qardaşın oğlu cəzasını çəkdi. Ağsaqqal, qardaşın oğlunun tərəfini saxlamayın. Özün bilirsən ki, o bizə sataşıb, biz ona yox. Hələ Allahına şükür eləsin ki, sağdır bu dəqiqə. Abırsız-abırsız zəng eləyir, durur. Xəzərin səhvi mənim səhvimdir. Səhvimizi də düzəldərik, amma... Amma nə? Siz də sakit oturun. Yaxşı bilirsiniz ki, o ancaq qızınızı Sənandan qoruyub. Məqsədin nə olduğunu sizə dəfələrlə demişik. Qızınızı öz qızımız kimi evimizdə saxlamışıq. Sizin namusunuz bizim namusumuzdur demişik. Bir dəqiqə dayan. Qızın öz yeri var, oğlanın öz yeri. Özün də ağıllı başlı adamsan. Sən heç bir sözün o hərəkətinə haqq qazandıra bilməz, başa düşdün? Düz deyir də, ağsaqqal. Birazın özündə fikirləş də. Sənin qardaşın oğlu böyük səhv edib. Qızı qaçırtmamaqda olardı. Gəlib deyərdi ki, heç bizə deməsin. Yaxınlaşsın atamıza ki, ay Əhməd, belə bir şey eşitmişəm. Sübutum da var. Bizi də biabır elədi, atamızı da.
o qələti elədi. Sən də keçdin qabağa. Mən də sənə inandım. Da bu zəng eləmək nə deməkdir? Niyə bu məcbur eləyir biz başqa addım ataq, ha? Ay kişi, mən işə gedə bilmirəm. Başa düşürsə kim mənə salam verir, baxıram ki, elə bil nəsə demək istəyir mənə. Kimlə kəlmə kəsirəm, elə bil mənə söz atır. Da qutar da. Necə yoruldum, adam nə qədər paltar yuyar. Oy, biləklərim. Xəzər görəsən necədir? Nə dedin? Görəsən neyin yerində? Xəzər? Ay bacım, Xəzəri yaddan çıxardı, qurban olum. Xəzərin adını bir də bu evdə çəkmə. Bitdi, bağlandı o kitab, getdi. Şəkər, özünü mənim yerimə qoy. Allah uzaq eləsin, mən sənin yerində olmaq istəməzdim. Bir tərəfdə adamın sevdiyi, bir tərəfdə ailəsi. Yox, ağırdır, yox istəmirəm. Onda başa düşərsən də məni. Başa düşürəm, qurban olum, sən də başa düş də. Bax, qardaşlarını, atanı sən məndən yaxşı tanıyırsan. Bilirsən ki, o söhbət olası söhbət deyil. Unut getsin də, yadından çıxar. Bax, keçər, yenidən başqa birini sevərsən. Düzələr də. Ay şəkər, telefon üstündədir. Başıma xeyir deyirəm. Bir dənə Xəzərə zəng eləyim də nə olar? Ay bacı, sən mənim dediyimi eşitmirsən. Deyirəm ki, yaddan çıxarsan, mənə deyirsən zəng eləyim. Yox. Bilirəm, bir dəqiqə danışacağam. Bir dənə öyrənim görüm necədir. Qurban olum. Bax, özünü bəlaya salmısan, mənim başıma iş açma da. Xahiş edirəm. Qoy normal ailəmi, uşağımla məşğul olum da. Qoy ailəmi rahat yola verim də. Niyə mənim ailəmə söz-söhbət salmaq istəyirsən? Unut getsin. Qoy gəncə oturaq. Alo. Hə xala. Sağ ol, yaxşılıqdır. Sizdə nə var, nə yox? Hə, Nazlı da yaxşıdır, şükür. Yaxşı, gözlə. Xalandır. Səninlə danışmaq istəyirəm. Alo. Hə, xala. Yaxşıyam, sağ ol. Sən necəsən? Sənə deyilmədi telefonla yaxın durma. Xala deyir, xala ilə danışırdı. Xaladır, bibidir, rəfiqədir, danışmaq olmaz. Başa düşdün məni? Sən qarışma. Gəl otağa. Xalasıdır da. Salam xala. Xala, Nazlıya telefonla danışmaq qadağandır. Əşi, oturub sonra danışarıq da eləvi. Yaxşı, üzrlü saysanıza. Şəkər, sən də axırıncı dəfə olsun ki, ona telefon verirsən. Başa düşdün? O elə şükür eləsin ki, bu evdə nəfəs alır. Rahat oldun? Yox! Gözünü də çıxardardınız da. Basın gözünü çıxardın, dincəlin. Hə, Orxan. Dediyin yerdəyim, narahat olma, özüm həll eləyəcəm. Qardaş, salam. Salam. Məlik Əşbərov burada işləyir. Bəli, nə lazım? Özü buradadır, onunla görüşməliyəm. Bu gün işə gəlmir. Onda ev adresini verə bilərsiniz mənə, hə? Üzürlüsən, biz işçilərimizin şəxsi məlumatlarını kiməsə verə bilmərik. Qaqaş, bizdə ad gün olacaq, ona görə fotosessiya lazımdır. Yəni ona görə özünlə danışmaq istəyirdim. Ev adresini verə bilirsəniz olmasa, yəni ev adresi, ya nömrə. İş nömrəsi var sizdə, zəhmət olmasa telefonla əlaqə saxlayın. Qaqaş, iş nömrəsində zəng çatmırdı, ona görə gəlmişəm bura. Əgər ev adresini bilirsənsə, ev adresindən gedim özünlə danışım. Yox, dedim axı, biz işçilərimizin şəxsi məlumatlarını verə bilmərik. Siz bir dəqiqə gözləyin, mən özəl əlaqə saxlayayım. Sonra nömrəni verəcəm. Sənə zəhmət. Zəng satmıram. Ay qardaş, narahat olmayıq, xeyir işə görə özünlə danışmaq istəyirəm. Yəni başqa şey ağlına gəlməsin. Yox, üzrlü sayına mümkün deyil. Əgər istəyirsinizsə, siz öz nömrənizi verin, biz sizə xəbər verərik. Yaxşı, ver yazın.
Zəhmət olmasa gəlsə əlaqə saxlayarsın məndən. Sağ olun. Sağ ol. Şəkər ara qoymuşsan ya bu telefonu. Alo Xəzər. Alo, Mənəm Nazlı. Necəsən? yaxşıyam. Sən necəsən sevgilim? Yaxşıyam mən də. Şəkərin telefonundan zəng eləmişəm. Xəzər qurban olum nə olar. Qardaşlarımdan uzaq dur, evdən çölə çıxma, yaxşı? Narahat olma Nazlı, mən yaxşıyam. Evdə salmançılıqdır, səni incitmirlər. Sən məndən narahat olma, sən əsas özünü qoru, yaxşı? Nazlı, sən fikirləşməmək mümkün deyil. Mən çox darıxıram sənsiz. Mən də sənsiz darıxıram, Xəzər. Nə olar görüşək də xahiş edirəm. Dəli, sən necə görüşə evdən çölə qoymurlar ki məni? Hə, dəliyəm. Sənin dərdindən dəliyəm. Çox xahiş edirəm. Gecə 12-də həyata çıx, görüm səni. Ay Xəzər, yox, dəli, sən yox, çıxa bilmərəm. Nazlı, yaxşı da xahiş edirəm. Səni görməsəm ürəyim partlayacaq. Nə bilsən, başımı itirmişəm. Bir dəfə görüm, gedəcəm. 12-də gözləyəcəm səni. Yaxşı, Xəzər, yaxşı. Bayaqdan Ramiz ağlısına gələn yazır. Kim eləyə bilərik? Ay qızım, gec-tez bu işin üstü açılacaq. Sən özün sakit ol, Ramizi də sakitləşdir. Özü də apar uşağı yatızdır yerində. Dur. Kim olar bu vaxtda? Ramiz. Hardadır o pozğun? Sevda! Sən mənim qızım haqqında danışırsan, Vicdansız. Mən o adamı tanımıram. Necə tanımıram? O nağılları get bir qeyrət qardaşım var ya, ona danış. Ay bala, ağzımın danışığım bil. Siz bu sözlərin ən pisinə layiqsiniz. Başa düşdünüz? Məni bütün biabır eləmişsiniz cəmaatın içində. Sakit ol, mən həqiqətən o adamı tanımıram. Necə tanımıram? Üstümə şər atıblar. Necə şər atıb? Mən tutmuşam ondan əl-ələ. Adam belindən tutub, əlindən tutub. Necə yəni şər atıb? Deyirəm şər atıblar da mən o adamı tanımıram. Sən çox Həqiqətən yalancı, tanımıram. ikiyüzlü bir insansan. Gətir mənim uşağımı tez. Ay bala, yaxşı. Bir dəqiqədə Şahnaz xala, Olmaz. sən bir dəqiqə qarışma da. Necə Uşağımı olmaz? götürmə. Onsuz da o şəkillər var mənim əlimdə. Onu mən məhkəməyə verəndən sonra bir dəqiqə də sənin yanında qalmayacaq o uşaq. Eşidirsən məni? Mən səni qeyrətli, namuslu, əxlaqlı biri bilirdim, Sevda. Gətir mənim uşağımı. Yaxşı. Tez ol, Toğrul. Toğrul gəl bura. Ata. Aslanım mənim. Gəlmişəm səni aparam. Aslanım. Anan sonra gələcək. Tez ol uşağın. Kurtkasını gətir. Tez ol, paltarlarını ver. Uşağın yanında heç olmasa qışqırı danışma. Sonra danışacağıq sizlə. Tez ol ver. Çok uzun bekle. Dəlidir ki. Bax, qapını da örtmür. Sakit ol. Yaxşı. Sənə qoy. Yaxşı. Gəl, keç otur. Mən bu işi belə qoymayacağam. Mən uşağımı qaytaracağam. Yaxşı. Mən uşağım onda qalmayacaq.
ürəyim dözmədi. Sənin üçün çox darılmışdım. Mən də.